Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşı olasınız inşallah. Avtomobilləriniz də yaxşıdır, ümid eləyirəm. Deməli, hal-hazırda indi məndə burada qonağım var, Aqil ustadır. Aqil, salam cəmaət. Salam. Deməli, Aqil ustanın belə deyək də müşayiəti ilə biz indi burada sürücülər üçün bir video çəkirik. Ustalara lazım deyil bu. Ustalar üçün lazım deyil. Kim bilirsə, ustalar bağlayın, yəni lazım deyil video. Sürücülər isə diqqətlə qulaq assınlar. GDI mühərriklərdə problem nədir və GDI mühərriklər necə işləyir, onlara necə qulluq eləmək lazımdır. Hal-hazırda qarşımda gördüyünüz avtomobil birbaşa püskürmə sistemi ilə təchiz olunmuş avtomobildir. Gördüyünüz kimi nasos burada yerləşir. Bu nasosun girişidir. İndi ola bilər ki, səndə buradan gəlir. Heç bir fərqi yoxdur. Axır ki, bu nasosun bir girişi olmalıdır. Yəni, yanacaq çənindəki yanacağı nasosa kimi çatdırmaqdan ötürü hər hansı bir borudur. Yanacaq çənindəki yanacağı yanacaq çənindən bura yönləndirməkdən ötürü yanacaq çənində bir dənə nasos quraşdırılıb. O, alçaq təzyiqli nasosdur. Bu isə bizdə yüksək təzyiqli nasosdur. Alçaq təzyiqli nasosdan yanacaq gəlir yüksək təzyiqli nasosa. Yüksək təzyiqli nasos yanacağı sıxır və yüksək təzyiq altında buradan ötürür bizim farsunkalarımıza. Deməli, bu vəziyyəti müşahidə eləməkdən ötürü bizdə 2 dənə sensor yerləşdirilib. Amma ola bilər ki, avtomobillər var ki, onlarda bir dənə sensor yerləşdirilib. Məsələn, Hyundai'larda alçaq təzyiqi ölçə bilmir, amma yüksək təzyiqi ölçə bilir. Hal-hazırda mənim qarşımda duran avtomobil Audi'dir. Avtomobili görürsünüz. Deməli, ev yox, fərq etmir. Əsas odur ki, öyrənməyə niyyətin olsun. Və biz burada 2 dənə sensor müşahidə edirik. Bu birinci sensordur. Yəni alçaq təzyiqli yanacağın təzyiqini ölçən. Burada isə ikinci sensorumuz var. O da yüksək təzyiqli yanacağın təzyiqini ölçür. Bundan əlavə nasosun üstündə bir tənzimləyici klapanımız var. Hansı ki normal halda açıq vəziyyətdədir. Kim başa sala bilmirəmsə, kommentlərdə öz sualını yaza bilər. Yəni, siz avtomobili işə salmadığınız vəziyyətdə bu klapan, yəni tənzimləyici klapan açıq vəziyyətdədir. Onun nə vaxt bağlanacağını və yaxud da açılacağını mühərrikin idarəetmə bloku tənzimləyir. Ona görə də bura şim siqnal gəlir. Və beləliklə, avtomobili işə saldıqdan sonra alçaq təzyiqli yanacaq sıxılaraq yüksək təzyiqli nasosa çevrilir. Yüksək təzyiqli yanacağa çevrilir. Yüksək təzyiqli yanacağın yüksək təzyiqi bizə ona görə lazımdır ki, yüksək təzyiqli sistemdə farsunkalar birbaşa silindrə geydirilib. Mən burada yüksək təzyiqli nasosla təchiz olunmuş avtomobilin iş prinsipində, yəni yanacaq hesabatının iş prinsipində 3 vəziyyəti təsvir eləmişəm. İndi çalışacağam ki, sizə onları izah edeyim. Deməli, bu birinci iş rejimidir. Yəni, avtomobil boş gedişdə olduqda yüksək təzyiqli sistem bu cür işləyir. İndi izah eləyəcəm. Sadə dizel mühərriki kimi işləyir. Benzin mühərriki olsa da, sadə dizel mühərriki kimi işləyir. Deməli, necə işləyir? Porsche havanı sıxır, daha doğrusu havanı sorur, sonra sıxır. Sıxma anında Porsche yuxarı ölü nöqtəyə çatmamış, yəni yuxarı ölü nöqtəyə az qalmış, həm püskürmə baş verir, həm qığılcım baş verir. Yəni bildiyiniz dizel mühərrikin iş prinsipi. Həm sıxma baş verir, həm püskürmə baş verir. Yəni sorma anında püskürmə olmur. Yadınızda saxlayın. Sorma anında püskürmə yoxdur. Boş gedişdə. Yəni birinci vəziyyətdə avtomobil 1000 dövrə qədər.
Burada orta rejimi çəkmişəm. Orta rejimdə sorma anında həm də püskürmə olur. Yəni adi, sadə, bildiyiniz, yəni daxili yanma mühərrikinin püskürməsi kimi püskürür. Yəni siz avtomobili 40-50 km/saatda, 60-70, yəni dövrlərdən asılı olaraq idarə eləyəndə həm havanın daxil olması ilə bərabər yanacaq da püskürülür və beləliklə sıxma taktında artıq bizdə burada ancaq alışma olur. Yəni püskürmə olmur. Yanıcı qarışıq sorma anında əmələ gəlir. Bu isə aqressiv, yəni üçüncü vəziyyətdir. 3000, 3500, 3500-ün üstü dövrlərdə hər iki vəziyyətdə yanacaq püskürməsi baş verir. Yəni həm sormada yanacağın bir porsiyası püskürülür, yuxarı ölü nöqtəyə çatanda isə yanacağın digər qalıq porsiyası püskürülür. Yəni beləliklə buradan belə bir nəticəyə gələrik ki, ikili püskürmə olur. İzah eləyirəm. Soranda da püskürür, sıxanda da püskürür. Və beləliklə bollaşma gedir. İndi problem nədə olur? Bu farsunkalar birbaşa silindirə geydirildiyinə görə bunların ucluqları dəhşət dəhşət təzyiqə məruz qalır. Və demək olar ki, yanma kamerasındakı vəziyyət onlara birbaşa təsir eləyir. Hər yanmadan ayrılan qurum bu farsunkalara ciddi şəkildə təsir göstərir və beləliklə avtomobil öz performansını itirməyə başlayır. Bu belə. Gələk nasosun iş prinsipinə. Qaz paylayıcı valın dirsəyi nasosun plunjerini basır. Və bu plunjer öz yolunda hərəkət etdikcə sıxma prosesini yerinə yetirir. Qalıq yanacaq içəridə yerləşdirilmiş xüsusi balaca diyircəkli klapan vasitəsilə magistrala buraxılır və geri qaytarılır. Sıxılmış yanacaq isə farsunkaları tərəf yönəlir. O plunjerin hərəkətində mütləq yağlanma yalnız və yalnız yanacaq hesabına gedir. Yəni orada əlavə yağlayıcı mexanizm yoxdur. Və beləliklə siz avtomobil üçün təyin olunmamış yanacaqdan daha aşağı oktanlı və yaxud da ki daha aşağı keyfiyyətli, bu cümlə daha düzdür, daha aşağı keyfiyyətli yanacaq istifadə eləyəndə həmin yanacağın tərkibindəki qalıq materiallar nasosa qədər gəlib çıxır və beləliklə həmin nasosun plunjerinə cızıq salır. Cızıq salan plunjer artıq təzyiqi saxlamır və siz avtomobili eksploatasiya elədiniz və yaxud eləmədiniz, yəni sürdünüz və yaxud da sürmədiniz, hətta sürmədiyiniz vaxtda, demək olar ki, çox vaxt sürmədiyiniz vaxtda bu yanacağı artıq silindirə buraxmağa başlayır. Daha doğrusu hara yaxındırsa ora buraxır. Və beləliklə siz avtomobili səhər-səhər işə salanda və yaxud soyuq halda işə salanda avtomobildə dəhşətli şəkildə belə deyək də yerləmələr, qeyri-müntəzəm işləmələr baş verir. Bu yanacaq nasosunun plunjer hissəsində təzyiqin saxlamamasından ola bilir. Həmin o nataraz işləmələr həm ola da bilir, həm olmaya da bilir. Yəni məsələ nədən ibarətdir? Həmin plunjerin cızıqlı hissəsi, o xətt düşmüş hissəsi əgər kipkəcə düşürsə, yəni sıxılma yerinə düşürsə, onda yanacağı buraxır. Əgər həmin yer düşmürsə, yəni cızıq artıq ya aşağıdadır, ya yuxarıdadır, raspirdvalın vəziyyətindən, qaz paylayıcı valın vəziyyətindən asılı olaraq, onda yanacağı buraxmır. Yəni siz o nasazlığı aşkar eləyə bilmirsiniz. Belə. Ona görə də bunu xüsusi stenddə qoyub, stenddə yoxlayırlar. Bu avtomobillər üçün, sonra nə baş verir? Həmin yanacaq hər hansı bir silindirə püskürülsə və yaxud da ki, axdığı təqdirdə artıq karterə tökülür.
Yəni silindr başlığından keçərək karterə tökülür və yağın tərkibini dəyişir. Siz artıq yağda benzin qoxusu hiss eləməyə başlayırsınız. Yağ tərkibini dəyişdikdə yağlama proseduru zəifləyir. Yağlama proseduru zəiflədiyi təqdirdə siz avtomobildə artıq mühərrikin kapital remontuna düşə bilirsiniz. Halbuki hər şey bir dənə Porsche-nin, üzr istəyirəm, plunjerin cızığından başlayır. Belə. İstədim ki, sizə bu yüksək təzyiqli nasos təchiz olunmuş avtomobillərin iş prinsipi barəsində danışım. Siz bu yüksək təzyiqli avtomobillərə mütləq şəkildə orijinal yanacaq filtri qoymalısınız. O yanacaq filtrini tez-tez dəyişməlisiniz. Halbuki istehsalçı deyir ki, o yanacaq filtri ömürlükdür, amma ömürlük bir şey yoxdur. Ona görə də bunun yanacaq filtri tez-tez dəyişməlidir. Bunun yanacağı mütləq yüksək keyfiyyətə cavab verməlidir. Standartlara cavab verməlidir ki, nasos öz işini saxlamasın və öz işində axsaqlığa yol verməsin. Və bəs bu nasos dizellərdə niyə uzun ömürlü olur? Çünki dizel yanacağı yağlıdır. Bəli, plunjer yağlanır və onun ömrü uzanır. Eyni problemlər dizeldə də yaşanır. İstədim sizə bu mövzularda məlumat verim. Biləsiniz ki, avtomobiliniz hər qazı basdıqca, rejimləri dəyişdikcə başqa cürə yanacaq püskürür və başqa cürə yanacaq hesabatı aparır. Bilmirəm. Kim bilirdisə, yenə də like. Kim bilmirdisə, yenə də like'larınızı, videoda kanala dəstəyinizi gözləyirəm. İnşallah ki, yolda qalmarsınız. Yolda qalmayın.